Müğənni Rəvan Qarayev paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi gəlinlə foto paylaşıb. O şəkildə gəlinin üzünü gizlədib. Fotoda məkanlardan birində məclis təşkil olunduğu əks edilib. Qeyd edək ki, Rəvan bir neçə gün əvvəl 3-cü dəfə ailə qurmağa hazırlaşdığını açıqlamışdı. O yalnız yaxınlarının yer alacağı kiçik məclis planlaşdırdığını demişdi. Rəvan 2 dəfə ailəli olub və onun hər nikahdan bir qız evladı var.